Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub. Hadisə General Şıxlinski küçəsində Şahbuz restoranının qarşısında baş verib. Həmin ərazidə bir neçə nəfərin mübahisə eləməsi, dava salması barədə Xətai rayon polis idarəsinin 35-ci polis bölməsinə məlumat daxil olub. Hadisə yerinə gələn əməliyyat qrupu onları polis bölməsinə dəvət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə bir-biri ilə mübahisə ediblər. Onların bəzilərinin bədənində xəsarət aşkar olunub. Həmin şəxslərin 1988-ci il təvəllüdlü Cəmil, 2002-ci il təvəllüdlü Cəlal, 1997-ci il təvəllüdlü Vüqar, 2001-ci il təvəllüdlü Abbas, 2002-ci il təvəllüdlü Nadir, 1988-ci il təvəllüdlü Bahadır, 1985-ci il təvəllüdlü Namiq olduqları aşkarlanıb. Onlardan biri 2002-ci il təvəllüdlü Nadir, İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama maddələri ilə ittiham elan olunub. Xətai rayon məhkəməsinin qərarı ilə o 8 gün müddətinə inzibati qaydada həbs olunub.